Salam, hər vaxtınız xeyir. Bugün gördüyünüz kimi mən tort resepti deyil, tortların, eklerlərin, ruletlərin üzəri üçün istifadə olunacaq glazur resepti paylaşacağım. Tez keçirəm hazırlanma qaydasına. Hazırlayacağım bir qaba 100 qram şəkər əlavə edirəm və gördüyünüz kimi 3 dolu xörək qaşığı kakao əlavə etdim. Kakaonu mütləq xörək qaşığına dolu etmək lazım. Bir də 3 xörək qaşığına yenə də smetan əlavə etmək lazımdır. Smetanın faizindən asılı olmayaraq neçə faizli olsa da olar. Sonra onlar üçü də, yəni kakao, şəkər və smetan bir-birinə qarışsın deyə qarışdırırım. Daha yaxşı qarışması üçün, rahat olması üçün spatuladan istifadə edirəm və yenə də qarışdırıram. O vaxta qədər qarışdırıram ki, görürsüz parıltılı şəkil alınır. Yəni şəkər əriyir, şəkər əridikcə də belə parıltılı şəkil alır. Və qoyuram mən peçin üzərinə ən aşağı xodda başlayıram dayanmadan qarışdıraraq başlayıram bişirməyə. Görürsüz burada spatulanın üzərində artıq dayanmır, bayaq dayanırdı. İndi isə dayanmır. Bu deməkdir ki, əvvəlcə bizim glazur əvvəlcə duru şəkil almalıdır. Daha sonra biz onu qatılaşana qədər qarışdırıb gözləməliyik. Qatılaşanda artıq nə vaxt hazır olacağını mən sizə göstərəcəm. Artıq görürsüz burada spatulanın üzərində yavaş-yavaş qalmağa başlayır. Bir də bir şey deyim ki, qəti glazuru qaynatmaq olmaz. Yəni üzərində qabarcıqlar əmələ gəlməməlidir. Bu şəkildə pastayanını qarışdırmaq şərti ilə gözləyirik. Əgər üzərində gördük ki, qabarcıqlar əmələ gəlir, tez qazanı əlimizə götürürük və biraz soyudaraq bu şəkildə qarışdırırıq. Və sonra yenidən yenə peçin üzərinə qoyuruq. Görürsüz, burada artıq demək olar ki, qatılaşır, yəni gec birləşir glazur. İndi görəcəksiniz, artıq spatulanın üzərində görürsüz dayanır. Mən bir qabın üzərinə 2 damcı əlavə edirəm və soymasını gözləyirəm. Əgər bu damcılar axmırsa, demək onda glazur hazırdır. Göründüyü kimi özünüz də görürsüz ki, artıq qatılaşıbdır və damcılar da axmır. Demək ki, glazur hazırdır. Peçin üzərindən götürürəm və hardasa bir 5 dəqiqə soyuduram. Bir 5 dəqiqə soyutduqdan sonra üzərinə bir dolu xörək qaşığı duru yağ əlavə edirəm. Duru yağı da ona görə əlavə, əgər istəsəniz bir xörək qaşığı yarım da əlavə edə bilərsiniz. Mən gözə yarı əlavə etdim və bu şəkildə qarışdırıram. Görürsüz necə parıltılı olur. İnanın ki, bu glazurdan hər şey üçün istifadə edə bilərsiniz və üzərindən bir gün və ya 2 gün keçsə də o öz parıltılığını itirmir. Bir şərtlə ki, məsələn, tortun üzərinə əlavə edirsinizsə, əgər hava ilə təmasda olarsa bu glazur, onda üzəri quruya bilər və parıltısını itirə bilər. Mütləq üzərini, yəni tortların üzərinə qoyulan qablar vasitəsilə, yəni hava ilə təmasını olmamalıdır. Bu şəkildə yayıram, çox da gözəl yayılır. Tortun üzərindən heç də axmır. Gördüyünüz kimi qatı şəkildədir. İnanın, o qədər asandır ki, həm də çox qəşəng, xoşa gələndir bu glazur. Gördüyünüz kimi çox gözəl də parıldayır. Mütləq bundan tortlarda və ya bişirəcəyiniz şirniyyatlarda istifadə edin. İzlədiyinizə görə təşəkkür edirəm.